Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən kəs xoş gördük. Biz bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Nizami Gəncəvi adını olan küçədəyik. Burada olmaqda məqsədimiz nədir? Küçə sakinləri küçədə deməli avtomobillərin bərk sürməyindən şikayət edirlər. Çünki sürət həddini çox aşırlar və bu da yaşlı insanlara, balaca uşaqlara təhlükə yaradır. Onunla bağlı bizim Çınar TV-nin qaynar xəttinə öz şikayətlərini göndəriblər və biz də gəlmişik ki, məsələni yerində araşdıraq. Biz burada Çınarlı qəsəbəsində, Nizami küçəsində yaşayırıq. Burada asfalt çəkiləndən sonra həddən artıq bu Seyfəli yolunu birləşdirən yoldur. Həddən artıq çox maşın gedir və hamısı çox sürətlə gedir. Burada tələbələr çox yoldan istifadə edirlər. Seyfəli aşağı Seyfəli məktəbi bura yaxındır. Bir neçə səfər, demək olar ki, tez-tez burada qəza törənir. Yəni körpə uşaqlar burada çıxıb küçədə hərəkət eləmək olmur. Məktəbə gedən uşaqlar nəvələrimizdir, bizim balalarımızdır. Burada çıxıb heç birini gözləmək olmur. Kimi də deyirsən yavaş sür, deyir mən bilərəm, özüm bilərəm, yaxşı edirəm, sürürəm. Burada da kimlə də dava eləmək olmur. Bir neçə səfər burada belə bu söhbətin üstündə az qalıb elə burada necə deyim, böyük dava düşdür. Ona görə biz sizdən xahiş edirik, bizdə köməklik göstərib, bizim bu küçədə ya tramplin düzəldəsiniz, ya da kamera yaradasınız. Bu xalqın küçədə yaşayan insanların xahişini biz sizə çatdırırıq. Adı familiyar izləyicilər. Adım Novruzov Nizami. Nə vaxtdan bəri bu problem yaxşısınız? Elə bu asfalt çəkiləndən sonra biraz belə indi. Belə olandan sonra görürsən ki, burada gəlir, bir də baxırsan ışığı yandırır, yuxarıdan gəlir. Deyirsən, ay balam, ay biraz yavaş sür. Deyirəm, tələsirsən, bax burada bax yoldaşların yolunda olur. Deyir, tələsirəm. Deyirəm, yaxşı, tələsirsən git. Qayıdıb oradan belə biədəf söyüşlər edir. Məni burada deyir, dayandıran, məni qadağa qoyan, burada maşını belə sürən deyir, qələt eləyir, nə bilim, nə, burada az qaldı dava düşdün yekən. Heç kəs insanların sözünə baxmır. Burada mən bir tək demirəm bu sözü. Bu yoldaşlar, bu qonşular, hamısı danışır bu sözü. Bəlkə hadisə olan bax, görürsün bu təvşaqları çəkir, bax buna bax, velosipedlə sürürlər, burada gedirlər, hamı, bax belə görürsən, uşaqlar oynayırlar. Kimə deyəsən ki, burada deyirsən, yavaş dur, başa düşmür. Bir dənə xahişimiz budur ki, köməklik eləyəsiniz. Yəni bu baladan bu cəmaatı qutaraq da, neyniyək bu balaca körpələri. Hələ indi bu məktəb vaxtı deyil. Məktəb vaxtı ki başlayanda burada lap pis vəziyyət yaranır. Aydındır. Təşəkkür edirəm. Sağ olun. Özü təqdim edirəm sizə. Nüsrət deyil. Adı familiyar izləyin. Bura var Nüsrət. Buyurmuş. Düz deyil Nizami şey. Bax küçə ilə keçirlər, cavan uşaqlar oturub maşına qaz verir. Körpə uşaqlardır. Səslər də tutulubdur. Gəlir uşaq, körpə uşaq bu yolla gedir. Maşını elə sürürlər ki, qonşunun divarına girir. Deyirsən ki, əliyə ki başırsan, deyir asfaltı tələsirəm. Belə ki, ya bura radar qoysunlar, ya trampolin qoysunlar. Bura sağ-sol evdir. Halkın körpəsi var, qırqanmazı var, çıxır eşiyə. Bey qapırdı, vurdu, hara qoyacaqsan? Texnikadır, qırıldı, dəydi, birinin evinə girdi, birinin körpəsini bədbaxt elədi. Tamam, zulümlə uşaq saxlayıb. Bax, görün, nə təmsilirlər. Ya bura bir trampolin qoysunlar, ya bir radar qoysunlar. Kənd yerdi, yaşayış yerdi. Maşını belə sürürlər. Aslında birinə əyləcək, tanıyaq. Kifayət İmran qızı. Şəmkir rayonunun Verin qəsəbəsinin Nizami küçəsində yaşayıram. Mərkəzi küçədir. Maşınları çox sürətlə sürürlər. Ona görə də biz istəyirik ki, bura trampolin qoyulsun. İçəridə oturub televizora baxanda maşınların səsindən biz televizorun səsini eşitmirik. Uşağın səsini eşitmirik. Uşaq velosiped sürür, eşiyə çıxır, məktəbə gedir, məktəbdən qayıdıb gəlir. Ona görə də mərkəzi küçəsi olduğuna görə xahiş edirik ki, buranı bizim şikayətimizə baxasınız. Xahiş edirik ki, bizim sözümüzü çatdırasınız. Biz çox çətin vəziyyətdə. Adı familiyar izləyicilər. Quliyev Məhəmməd Qadın. Aha, buyur.
Çınarlı qəsəbəsi maşının sürəti, o sürət bizi məcbur edirdi. Bilmədiyimizi danışaq. Nəysə biz xeyir bir iş görək ki, buradakı o hadisələrin qabağı hadisə baş verməmişdir. Ona görə ki, hadisə baş verəndən sonra onun qarşısını almaq olmur. Buraya radar, təhlükənin bir belə asfalt düzəldilir ki, hələ buraya bir dənə yol nəqliyyatı iznaklarının biri yox. Qoyulmuyor. Hansı sürətdir, hansı sürətlə getməlidir. O sürücülər onu bilməlidir. Yoxdur. Danışdırırsan bilirik. Burada nə var? Heç sürət qaydası yoxdur. Hələ sürət qaydası. Asfalt çəkilib sağ olsun devlətimiz ki, bu yolu çəkib bizə veribdir. Amma onu idarə edən, yerlərdə idarə edən adamlar bizə kömək eləməlidir ki, buranın o hadisələrinin qarşısını alaq. Hala buradan yığıncaq var. Ona bax. Bu yığıncaq olmasaydı, elə gəlir sürət. Qarşısını alaq. Məsələn, burada mən nə deyim sizə? Danışmaq çox şey var, amma bizim əsas dediyimiz budur ki, məsəl üçün biz bu yolun sürətini azaltsınlar. Nizami hissəsi ev 87. Bizim bu asfalt örtüyü dəyişəndən sonra avtomobillər başlayıb burada yüksək sürətlə idarə edilməyə. Bu da mərkəz yol olduğuna görə Seyfərə magistral yolu, bir də Lənkəranı birləşdirən yol olduğuna görə buradan maşınların sayı həddindən artıq olur. Tələbələr məktəbə gedirlər, işləyən adam işə gedir, ona görə də təhlükəli vəziyyət yaranır. Neçə dəfə təhlükəli hadisə baş verir, avariya olubdur. Məsələn, xəsarət olan insanlar olur. Biz xahiş edirik ki, aidiyyatı qurumlardan bura tramplin ya radar qoyulmasını təmin eləsinlər. Bizim fikrimiz, yəni istəyimiz budur. Sağ olun. İsim Qanoğlu, Şəmkir rayon Çınarlı qəsəbəsində yaşayıram, mərkəzi küçədə Nizami hissəsi ev nömrə 97. Özüm sürücü işləyirəm. Burada asfalt çəkiləndən sonra çox acınacaqlı vəziyyət əmələ gəlir. Uşaqlar maşını möhkəm sürürlər, sürücülər möhkəm sürürlər, saatda 80, 100, 120. Burada halbuki sürət 40 olmalıdır. Xahiş edirik ki, müəyyən orqanlardan, adiyyatı orqanlardan bizim bu yola bir əncam bulalar, nətər deyim, əncam çəksinlər ki, tramplin lazım deyil, radar qoysunlar. Ona görə də radar qoyulmalı, tramplin lazım deyil. İkinci bir tərəfdən də küçələrimizin işığını təmiz kəsirlər. Təmiz kəsirlər. Küçədə bir dənə işıq yanmır. Bu icazə verilmi qoşulmağa? İşığı deyil, icazə verilmir qoşulmağa. Hamı kəsdir. Vəziyyət burada acınacaqlı bir vəziyyət var. Yuxarıdan gələn maşınların da sürətinə baxın. Deməli, dərəcələr. Məsələ budur ki, həmən bu küçədə küçə sakinləri, vətəndaşlar çox qorxurlar, təhlükəli bir vəziyyətdir. Hətta işıqlanma sistemi küçədə yoxdur. Ona görə də 30-luq olan sürəti hətta 80, 100, 120 sürürlər. Və bu da çox təhlükəlidir. Yəni, qaçınılmaz bir faciə ola bilər, Allah eləməsin. Bu da ki, heç vaxtı bağışlanmaz bir günahdır. Yəni, o bağışlanmaz bir günahdır. Ona görə xahiş edirəm, avtomobil sürənlərdən xahiş edirəm ki, diqqətli olsunlar. Bu məsələ həll oluna qədər inşallah ya tramplin qoyurlar, ya radar qoyurlar. Sürət həddini aşmayın. Sinan TV kanalına xahiş edir ki, ciddi yanaşın. Yəni, insan həyata bir dəfə verilir. Yəni, heç kim onu təzədən bərpa edə bilməz. Ona görə çox xahiş edilir ki, uşaqları fikirləşsinlər, yaşlı insanlar fikirləşsinlər ki, bura yaşayış masividir. Bura yəni ipək yoludur, trasdır bura. Xahiş edilir avtomobil sürücülərindən ki, avtomobil sürətləri aşmasınlar. Maksimum 30 vaxt sürsünlər. Yəni, xahiş edirəm bu işə də baxsınlar. Çınarlı qəsəbə adından xahiş edirəm ki, bu iş araşdırsın, baxsınlar. Yəni, bura həm radar da qoyula bilər, tramplin də qoyula bilər ki, küçə sakinləri rahat öz həyatlarını yaşasınlar. Ümid edirəm ki, bu işə də baxılacaqdır. Bizi izləməyə davam edin. Sağ olun. Çınar TV her zaman sizinle, sizin kanalınız.